Ebru sənəti ənənəvi bir sənətdir, tarixi kökənli bir sənətdir. Bəs bunu hansı yeni texnikalarla, müasir texnikalarla birləşdirmisiniz? Bu barədə danışmağınızı istəyərdim. Ənənəvi texnikalar var ki, biz o ənənəvi texnikalardan istifadə edərək ənənəvi Ebru sənətini yaradırıq və müəllimlər də öz tələbələrinə bu ənənəvi sənəti ötürürlər. Amma hazırda müasir dövrümüzdə, hansı ki biz master klasslar daha çox edirik, insanların fərqli-fərqli düşüncələri ortaya çıxır və fərqli istəkləri ortaya çıxır. Burada müasirliyə də yol aça bilirik. Məsələn, deyərdim ki, Van Goghun Ulduzlu Gecə əsərini istəyənlər olur və ya digər əsərlərini istəyənlər olur ki, ənənəvi texnikadan istifadə edərək biz müasir əsəri ortaya çıxarda bilirik. Və ya hər hansı bir sevdiyiniz rənglərin birləşməsindən sadəcə ənənəvi naxışlardan istifadə etməklə ənənəvi Ebruya aid olmayan yeni bir əsər çıxartmaq olur. Yeni tipli əsərlər, müasir düşüncəli əsərlər ənənəvi texnikadan dəstək alır.